Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər. İnsanın gücü bəzən çatmaya bilər, amma Allahın yardımı yetər. Qalibiyyət çoxluğa, imkanlara və ya gücə bağlı deyil, Allahın köməyinə bağlıdır. Hər çətinlikdə bu ayəni xatırlayın. Allah yanınızda olsa, heç bir mane sizdən üstün ola bilməz. Qəlbinizi ona bağlayın, niyyətinizi düzəldin, addımlarınızı ona həvalə edin. Allah yardım edəndə yol açılar, qapılar açılar, qələbə yaxınlaşar.